Tip her gün yenilenir. Yani bugün öğrendiğimiz bir şey, bugün bize məlum olan bir şey, səhərsi gün yeni, inkişaf eləmiş versiyada qabağımıza çıxır. Buna görə də yəni həmin o biliklərə, həmin o belə deyək də baxmır da tibb, nəinki tibbi, bütün işlərdə. Baxmır ki, sən 20 ildir, 30 ildir bu işdəsən və yenilik var, gəlsin sənə yüklənsin. O yeniliyə özün çatmalısan. O yeniliyi özün əldə eləməlisən. Və mən razıyam, həkimlərimiz eləyirlər. Yəni belə konfranslara gedirlər, seminarlara gedirlər, kitablar oxuyurlar və həmin o biliklərə çatmaq istəyirlər və çatırlar. Çox yaxşı həkimlərimiz var. Amma bunların heç biri praktika deyil. Çünki həkimlərimiz düşünürlər ki, praktikaya yalnız, yəni bizim göndərdiyimiz praktikaya yalnız tələbələr, rezidentlər, yeni başlayan həkimlər gedə bilər. Amma inan elə deyil. Yəni 20 ilin, 30 ilin həkimi də praktikaya getməlidir. Çünki biri var, o konfransda onu öyrənirsən, 100 nəfər, 200 nəfərin arasında baxırsan, görürsən və ya da kitabdan oxursan. Amma bir də var ki, xəstə üzərində birbaşa o yeniliyi tətbiq edirsən. Sən onun mənfi, müsbət tərəflərini, əks təsirini görürsən, şahidi olursan. Yəni gündə də ən az 50-60 xəstəyə baxırsan, bu az sayı deyil. Bundan əlavə konfransda 100-200 nəfərin arasında sənin gördüyün, baxdığın professora, həkimə birbaşa otağında söhbət eləmək şansın olur. Birbaşa sualları ona verə bilirsən. Yəni bundan o tərəfə belə deyək də tibbin yeniliyin içində olmaq mümkün deyil. Demirəm, heç şərt deyil bizlə getsinlər. İmkanları var, yol tapa bilirlər, özləri getsinlər. Almaniyaya getsinlər, İsrailə getsinlər, başqa ölkələrə getsinlər. Amma praktika tibbdə vacib şərtdir. Sadəcə kiməsə qulaq asmaqla, oxumaqla biraz çətindir. O yeniliyin, çünki indiki tibbdə olan yeniliklər daha çox texnika yeniliyidir, daha çox biraz fərqli yəni genetika yeniliyi var, kök hücrə yeniliyi var. Bunları görməsən, tətbiq eləməsən, xəstə üzərində görməsən alınmır. Düşünməyin də, yəni düşünməyin ki, mən tələbə deyiləm, mən rezident deyiləm, mən 20 il həkimiyəm, nə işim var praktikada. Əmin olun, mən 9 ildir bu işdəyəm. Mən 30 illik həkimi göndərmişəm və gedib razı qalıb. Hətta deyib ki, kitablarda oxuduğum, görmədiyim xəstəliyi gedib orada gördüm. Yəni biz də əlimizdən gələni eləyəcəyik. Sizin məmnun qalmağınız üçün əlimizdən gələni eləyəcəyik. Ona görə də arxayın olun, rahatlıqla bizə müraciət edin, gedib praktikanızı keçin. Yəni praktika deməyək də tibbin yeniliklərini belə deyək, yerindəcə şahidi olub öz biliklərinizi, bacarıqlarınızı inkişaf elətdirin.